Salam şagirdlər, hər vaxtınız xeyir. Bu videoda fəza fiqurları bölməsinə baxırıq. Başlayaq birinci sualdan. Deyir, otaq kuboid şəklindədir. Otağın hündürlüyü 3 metr, uzunluğu bundan 3 dəfə böyük, eni isə uzunluğundan 2 metr kiçikdir. Otağın həcmini soruşur. İlk öncə düsturu yazıram. V bərabərdir A vurulsun B vuraq C. Hündürlüyü A bərabərdir 3 metr yazıram. Daha sonra uzunluğu bundan 3 dəfə böyük deyirsə elə 3 metr vururam 3'ə. Bu deyir 9 metr. Eni isə uzunluğundan 2 metr kiçikdir. 9 metrdən 2 metrinə çıxıram, qalır 7 metr. Yerinə qoyuram. 3 metr vurulsun 9 metr vurulsun 7 metr. Bu deyir 189 kub metr. Daha sonra ikinci suala baxaq. Hovuzun həcmi 1000 kub metrdir. Oturacağı tərəfləri isə 10 metr və 5 metrdir. Hovuza kafel vurmaq üçün neçə kvadrat metr kafel lazımdır? İlk öncə bilirik ki, hovuzun üstü açıqdır. Deməli, mən bunun yan üzlərinin və bir dənə də oturacağının sahəsini tapmalıyam. Çünki bir dənə üstü açıqdır. İlk öncə oturacağının tərəfləri A bərabərdir 10 metrdir. B bərabərdir 5 metrdir. Bunun hündürlüyünü tapmaq üçün həcmini oturacağının sahəsinə bölməliyim. Yəni 1000 kub metri bölürəm bunların hasilinə 50'yə. Bu deyir 2. Deməli hündürlüyü də 2 metrdir. Birinci esot bərabərdir 10 metr vurulsun 50 metr bərabərdir. Daha doğrusu 5 metr 50 kvadrat metr. Sonra 4 dənə də yan tərəfləri var. Gəlin bu şəklini təsvir edək. Aha, deməli oturacağını tapdım 50. Sonra üstə gəlinsin. Bu bizə baxan tərəf üzünün sahəsini tapıram. Hündürlüyü 2'dir. Uzunluqda 10'dur. Deməli hasili eləyir 20. Sonra bundan bir dənə də arxa tərəfdə, qarşı tərəfdə bir dənə də 20. Üstə gəlinsin. Bu qıraqdakı balaca yan tərəfləri tapıram. 2'dir 5'dir. Hasil eləyir 10. Biri də bu biri tərəfdə olduğu üçün bir dənə də 10. Bunları toplayırıq. 40 60 110 kvadrat metr. B variantı. Üçüncü suala baxaq. Ölçüləri 5.4, 4.8 və 2.5 olan kuboidin səthinin sahəsini soruşur. Yenə düsturu yazıram. S tam bərabərdir. Səthin sahəsi deyəndə tam səthi nəzərdə tutur. 2 vuraq AB plus BC plus AC bərabərdir. A'nı verib 5.4, B bərabərdir 4.8, C də bərabərdir 2.5. Bu da yazaq. 2 vurulsun AB hasili 5.4 vur 4.8, üstə gəlsin BC hasili 4.8 vur 2.5, üzərinə gəlinsin 5.4 vur 2.5. Bunun da cavabı eləyir 102 tam %84. Kvadrat metr. Daha doğrusu santimetrdən ifadə eləmişdik. Sonra dördüncüdə deyir ki 24 kub metr neçə kub santimetrdir? Biz birinci bilməliyik ki 1 kub metr neçə kub santimetrdir? Gəlin bunu sizə əzbər yox, hardan çıxarıldığını deyim. Birinci 1 metr neçə santimetrdir? 100 santimetr. Bunu hamı bilir. İndi kub olması üçün, kub yaranması üçün mən hər tərəfi kuba yüksəltməliyəm. İndi 1 kub metr neçə kub santimetr olur? 100'ü 3 dəfə özünə vuruq. 100 vurulsun 100 vurulsun 100. Yəni 100'ün kubu. Bu deyir 1 milyon kub santimetr. Deməli 1 kub metrimiz 1 milyon kub santimetrdir. İndi bizdən 24 kub metrin neçə kub santimetr olduğunu soruşur. Biri 24'ə vuruq 24 almışam elə. Deməli 1 milyonu da mən 24'ə vuracam. 24 milyon kub santimetr. D variantı. Daha sonra 5'te deyir, bütün tillərinin uzunluqları cəmi 60 santimetr olan kubun tilini tapın. İlk öncə kubun 12 dənə tili var, bunu bilməliyik. Hansıdır onlar? Gəlin baxaq. Baxın, bu bir til. Sonra 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, bu da 12.
Ümumi oldu kubun 12 dənə tili. İndi deyil, kubun da bütün tilləri bir-birinə bərabərdir. Yəni hamısı A ad. 12 dənə A'mız 60'dırsa, onda bir dənə A neçəymiş? 60'ı bölməliyəm 12'yə. Bu da alınır 5 santimetrdən verir. Deməli, kubun bir tili 5 santimetriymiş. Elə bizdən də kubun tilini soruşur. D variant. 6'ya baxaq. Bir üzünün sahəsi 16 kvadrat desimetr olan kubun səthinin sahəsini tapın. Deməli, yuxarıda elə şəkildə baxaq. Kubun bir üzü hansı fiqurdur? Tərəfi AA olan kvadratdırmı? Kvadratın sahəsi A kvadratıdır. İndi deyil, bir üzünün sahəsi 16 kvadrat desimetrdir. 16 nəyin kvadratıdır? 4'ün. 4 vuraq 4 16 edir. Kvadrat desimetr. A kvadratı 4'ün kvadratıdır. A'nın yerində nə durur? Deməli, A da 4 desimetrmiş. Məndən kubun səthinin sahəsini soruşur. Yəni, tam səthinin sahəsi S tam bərabərdir 6A'nın kvadratına. Niyə 6A'nın kvadratına? Çünki kubun 6 dənə üzü var. Hər biri də kvadratdır. Yəni, bir dənə kvadratın sahəsi A kvadratıdır. 6 dənə olduğu üçün 6A kvadratına bərabərdir. Heç mənə tilini tapmağa ehtiyac yox idi. Elə 16'nı 6'ya vurardım. Cavab olardı 96 desimetrin kvadratı. 7'yə baxaq. Həcmi V bərabərdir 82,8 kub santimetr. Hündürlüyü H bərabərdir 7,2 santimetr olan kuboidin oturacağının sahəsini tapın. Həcmin oturacağın sahəsi ilə əlaqəli düstur var. V bərabərdir esot vuraq H-a. Həcm var, hündürlük var. Esotu tapmaq üçün buradan həcmi hündürlüyə bölməliyəm. İndi esotun, daha doğrusu həcmin yerində durur 82,8 kub santimetr. Hündürlüyün də yerində durur 7,2 santimetr. İkisini də ona vurun, vergül yox olsun. 828 bölünsün 72. Bu da eləyir 11,5 santimetrin kvadratı. D variantı. Esotu soruşur bizdən. 8'ə baxaq. Kuboidin yenə A yazaq, B yazaq, C yazaq. Kuboidin uzunluğu enindən 2 dəfə böyük. Deməli, uzunluğuna A yazsam, deyir enindən 2 dəfə böyük. Eni olsun X. Uzunluğu da 2 dəfə böyüksə, onda olur mu 2X? Bu enidir. Eni, bu da uzunluğudur. Bu da hündürlük. Uzunluğu enindən 2 dəfə böyükdür. Yəni, eni 2x-sa, uzunluğu ondan 2 dəfə böyük 2x olur. Hündürlüyündən deyil, 3 dəfə kiçikdir. Yəni, bu uzunluq, hündürlük nəymişsə, ondan 2 dəfə kiçikdir. Nəysə, daha doğrusu 3 dəfə kiçikdir. Nəysə 3'ə bölüb 2 alır. O, həmin ədəd nə ola bilər? Nəyi 3'ə bölsək 2 alırıq? O da deməli 6x imiş ki, 3 dəfə kiçik olanda 2x olur. İndi kuboidin səthinin sahəsi, kuboidin səthinin sahə düsturunu yazıram və S bərabərdir 2 vuraq AB, üstə gələk BC, üstə gələk AC. Verir 1000. Bizdən tillərinin uzunluqları cəmini soruşur, yəni ABC'nin cəmini. İndi yerinə qoyuram 2 vuraq. AB hasili nə olur? 2x vuraq x olur. Üzərinə gəlinsin BC hasili x vuraq 6x. Üstə gəlinsin 2x vuraq 6x. Bərabərdir 1000'dir. Bu da 100 yazmışam. İndi qoyun hər tərəfi 2 ixtisar edeyim. Burada da qalsın 500. 2x'i x'ə vuranda 2x'in kvadrat edir. Üzərinə gəlinsin 6x'i x'ə vuranda 6x'in kvadratı, üstə gələk 2x'i 6x'ə vuranda 12x'in kvadratı bərabərdir 500'ə. Əmsalları toplayıram 8, 20. 20 dənə x'in kvadratı bərabərdir 500'ə. Buradan x'in kvadratı bərabərdir 500'ü 20'yə böləndə 25. 25 nəyin kvadratıdır? X kvadratı bərabərdir 5'in kvadratına. Burada x'in yerində nə durur? X da elə 5 imiş.
X 5'dir. Gətirib yerinə yazıram. Uzunluq 2x-dir. 2 vuraq 5 10 olur. N eləcə x-dir 5'dir. Hündürlüyü isə 6x idi. Bu da 30'dur. Bunların cəmini soruşur. Bu da eləyir 45. 9'a baxaq. Həcmi 216 olan kubdan kuboid kəsilib götürülmüşdür. Kuboidin uzunluğu kubun tilinə, eni və hündürlüyü isə kubun tilinin yarısına bərabər olarsa, kubun qalan hissəsinin həcmini tapın. İndi kubun həcmi 216'dır. Kubun həcmi A kubuydu. Biz 216'nın nəyin kubun olduğunu tapmalıyıq. 216 da 6'nın kubudur. Deməli, kubun tili 6 imiş. İndi deyir ki, kuboidin uzunluğu, yəni bu aşağı hissəsi kubun tilinə. Deməli, bura 6'dır. Eni və hündürlüyü isə kubun tilinin yarısına bərabər. Deməli, bura 3'dür. Burada 3 olarsa, kubun qalan hissəsinin həcmi. Ümumi 216'dır. Bu 216'sından bu qədərini kəsib götürüb. Deməli, mən bu kəsilən hissənin həcmini tapmalıyım. 216'dan çıxmalıyam. Yəni, bu üçünün hasilini çıxıram. Bu da eləyir 216 çıxılsın 54. O da bərabər 162. Vəssalam. Kub. Metrini verməyib elə. Yəni, vahidi yoxdur. Elə 162 yazırıq cavabı. 10-cu suala baxaq. Yenə V bərabərdir. A vuraq, B vuraq, C düsturunu yazım. Deyir, kuboidin eni M dəfə, uzunluğu N dəfə və hündürlüyü isə K dəfə artarsa, uyğunluğu müəyyən edin. Deməli, M dəfə artırsa, bunu M-ə vurur. Sonra N-ə vurur, sonra K-ya vurur. Əvvəlki həcmi bu V-dir. Tutaq ki, sonradan alınan V1 budur. Sonradan alınan V2 həcmi V1'i vurur M-ə, vurur N-ə, vurur K-ya. İndi 2 vuraq 3, vuraq 5. Elədi 30. Deməli, əvvəlcə nə imişsə, mən bunu 30'a vurmuşam. 30 dəfə artmış olur onda həcmi. Birinci oldu E variantı. Sonra, ikinci həcim 4 vur 5, vur 8. Bu deyir 160. Əvvəlki həcmi bilmirəm. İndi 160'a vurdum. Deməli 160 dəfə artır həcm. 2C. Üçüncü də 12 vur 6 vuraq 3. Bu da 216 eləyir. 216 dəfə artar. 3'ə də uyğun gəldi B variantı. Keçək B variantına. Deyir 0,3 kub metri kub desimetrlə ifadə edin. Birinci mən 1 kub metrin neçə kub desimetr olduğunu tapmalıyam. Ona görə yenə çıxarılışdan deyəcəm sizə. 1 metr bərabərdir 10 desimetr. Birinci bunu bilməliyik. Kub olması üçün hər tərəfi kuba yüksəldirəm. 1 metrin kubu ilə 1 kub metr bərabərdir. 10'un kubunu tapıram. Bu da 3 dənə 10'un hasili eləyir 1000. Kub desimetr. Deməli, 1 kub metrin 1000 kub desimetrə bərabərdir. Bu qaydadır. Bunu bildik. Bizdən 0,3 kub metri soruşur. Bərabərdir sual işarəsinə. Biri elə 0,3'ə vursam 0,3 alınar. Deməli, sağ tərəfi də həmin 0,3'ə vurmalıyam. Çünki bərabərliyin sol tərəfini nəyə vurdumsa, sağ tərəfində həminə də vursam, bərabərliyin işarəsi dəyişməz. Bu da bərabərdir. Vergül sıfırın sayı qədər sağa getməlidirmi? Gəldi. 1, 2, sıfırımızın biri qaldı. Onun da arxasına əlavə edirəm 30 desimetrin kubu. B variantı. Ümid edirəm aydın oldu. 2'yə baxaq. Oturacağının sahəsi esot bərabərdir 12 kvadrat desimetr olan üçbucaqlı düz prizmanın həcmi V bərabərdir 72 kub desimetr olarsa onun hündürlüyünü tapın. Düsturumuz yenə həmindir. V bərabərdir. Esot vuraq H. Həcm var, oturacağın sahəsi var. Hündürlüyünü soruşur. Buradan H-ı tapanda həcmi bölürük esota. O da bərabərdir 72 kub desimetr bölünsün 12 kvadrat desimetr. Bu deyir 6 desimetr.
Məsələn, üçüncüyə baxaq. Ölçüləri 0,5 desimetr, 7 sm və 12 sm olan kuboidin tillərinin uzunluqları cəmini. Baxıram variantlara, hamısını santimetrlə verib. Deməli, mən bu 0,5 desimetri santimetrə çevirməliyəm. 1 desimetrimizin 10 santimetrə bərabər olduğunu nəzərə alaraq, yəni desimetri santimetrə çevirəndə 10'a vurur. Deməli, mən də 0,5'i 10'a vurmalıyam. O da eləyir 5 santimetr. İndi kuboidin tillərini yazıram. 5 santimetr, bura 12 olsun, bura daha böyükdür. 12 santimetr, bura 5 santimetr, hündürlüyü də 7 santimetr olsun. İndi bizdən tillərinin uzunluqları cəmini soruşur. Baxın, kuboidin bir tilindən 4 dənədir. Bu 1 til, 2 til, 3 til, 4 til. Deməli, 4 dənə hündürlük var. Yəni, bizdə 4 dənə 7'miz var. Sonra, bu uzunluqdan 1, 2, 3, 4. 4'ü də bir-birinə bərabərdir. Bir də qaldı bu qıraqda bunları birləşdirən til. Buna mavidən işarə edeyim. 1, 2, 3, 4. Qoy bu birində fərqli rəngdən işarə edərdik. 1, 2, 3, 4. Görürsünüz, hərəsi ayrı-ayrılıqda bir-birinə bərabərdirlər. Deməli, məndən soruşanda 4'ü vururam bunların cəminə. 3'ünü götürüm, 3'ünün cəmini vurum 4'ə. Çünki hərəsindən 4 dənədir. Bu da eləyir 4 vurulsun 24, 96 santimetr. 4'te deyir, hovuzun tili 2,5 metr olan kub şəklindədir. Hovuzun həcmini tapın. Kubun həcmi V bərabərdir A kubudur. Yəni, bütün tərəflər bir-birinə bərabər olduğu üçün ABC'nin hamısının yerində A olur. 3 dənə A'nın hasili A kub elir. Deməli, mən 2,5'in kubunu tapmalıyam. Yəni, 3 dənə 2,5'in hasili. Bunu vergülsüz 3 dənə 25'in hasili kimi yazırsınız. Daha sonra vergülü arxadan 3'ə də ayıracağıq. 3 dənə 25'in hasili 15.625 elir. İndi baxıram, vergüldən sonra 1 ədəd burada, 1 ədəd burada, 1 ədəd də burada. Ümumi 3 ədəd var. Deməli, mən vergülü elə yerdə qoymalıyam ki, vergüldən sonra ümumi 3 ədəd olsun. O da burada olur. 15'dan 1000'də 625 kub metr. C variantı. 5'ə baxaq. Uzunluğu 4 metr. Uzunluğu 6 metr, eni 4 metr, hündürlüyü isə 3 metr olan otağın həcmini. Yenə V bərabərdir. A vuraq B, vuraq C düsturundan. 4 metr, vuraq 6 metr, vuraq 3 metr. Bu da bərabərdir 72 kub metrə. B. 6-cı sualda deyir, həcmi V bərabərdir 18,9 kub desimetr, oturacağının sahəsi esot bərabərdir 54 kvadrat desimetr olan kuboidin hündürlüyünü tapın. Həcm bərabərdir oturacağın sahəsi vurulsun hündürlük. Buradan məndən hündürlüyü soruşursa, həcmi bölürəm oturacağın sahəsinə. Yəni 18,9'u böləcəm 54'ə. Hər tərəfi 10'a vurum, vergüldən azad olum. 189 bölünsün 540. Bu da 0,35 edir. Desimetr. De. Oturacağının tərəfləri 5,2 santimetr və 75 millimetr, hündürlüyü 40 millimetr olan kuboidin yan səthinin sahəsini hesablayın. Bunu düstursuz şəkillə deyəcəm. Oturacağın tərəflərinə birinci hamısını çevireyim. 5,2 santimetr. Görürəm cavablar millimetrdən. Ona görə millimetrə gətirəcəm. 75 millimetrəli yerində qalır. 40 millimetrdə. Bir dənə santimetri millimetrə çevirəndə 10'a vururuq. 52 millimetr. Bunun biri deməli 75 millimetrdir uzunluq. Digər oturacağın tərəfi də 52 millimetrdir. Hündürlüyü də deyir 40 millimetrdir. İndi yan səth deyəndə bir bu qabaqdakı üzdür, bir bu bördəkidir, bir bu arxadakı, bir də bu. Yəni 4 dənə yan üzü soruşur. İndi birinci üzdəkini tapanda 75'i vuracağım hündürlüyünə. 75 millimetrdir. 75 millimetr
vurulsun, hündürlük 40 mm. Sonra üzərinə gəlinsin. Bundan bir dənə də arxada var. Elə vurulsun ki, kimi yazım qabaqda. Üzərinə gəlsin, bu birisi yan səth. 52 mm. Vurulsun 40 mm. Hər üzdən də 2 dənə olduğuna görə vuracağım 2-yə. Bunu da hesablasaz. Mötərizənin içi 5080 kvadrat millimetr edir. 2-yə də vuranda 10160 millimetrin kvadratı. C variantı. 8-ə baxaq. Deyir, kuboidin uzunluğu enindən, bu A uzunluğu olsun, B eni olsun, C'də hündürlüğü olsun. Eninə x yazıram. Deyir, uzunluğu enindən 3 dəfə böyük. Onda uzunluq 3 vurulsun x, yəni 3x-dir. Hündürlüyündən isə bu uzunluq hündürlüyündən 4 dəfə kiçikdir. 3 nədən 4 dəfə kiçikdir? 12-dən. Yanında da x var, yəni 12x. Bütün tərəflərini tapdıq. İndi tam səthinin sahə düsturu. Eləcə səth deyirsə tam səthdir. Yan sözü olmayanda həmişə tam olur. 2 vurulsun AB, üzərinə gəlsin BC, üzərinə gəlsin AC. Bərabərdir 2550-yə. Yerinə qoyum 2 vuraq. AB 3x vurulsun x. Üzərinə gəlsin BC. X vuraq 12x. Üzərinə gəlinsin AC. 12x vurulsun x 2550'dir. 2 vurulsun. Mötərizənin içini hesablayın. Bu 3x kvadratı. 3x'in kvadratı. Bu 12x'in kvadratı. Bu da 36x'in kvadratı. Toplayanda 48, 51 x'in kvadrat edir ümumi. Bərabərdir 2550'yə. 51'i 2'ye vuranda 102 x'in kvadratı bərabərdir 2550'yə. Buradan x'in kvadratını tapanda 2550'ni 102'ye bölürük. X'in kvadratı 25 eləyir. 25'i də 5'in kvadratı kimi yaza bilərəm. Buradan da x bərabərdir 5 tapıram. X'i 5 tapdım. Gətirim yerinə qoyum. Bu 3x idi. Yəni 3 vurulsun 5, 15. Bu eləcə x 5'dir. 12x də 12 vuraq 5. 60 olur. Məndən nəyi sorsun? Onun bütün tillərinin uzunluqları cəmi. Baxın, elə şəkil buradadır. Buradan göstərim. Hər tildən neçədə nədir? 1, 2, 3, 4. 4 dənəsi bərabərdir. Daha sonra altdakı 4 dənə 1, 2, 3, 4. Bu 4'ü də bərabərdir. Bir də yan tillər. 1, 2, 3, 4. Bunlar da bərabərdir. Deməli, bir tildən 4 dənəsi eynidir. Yəni 4 til bir-birinə bərabərdir. Ona görə mən 3'ünü toplayıb 4'ə vursam elə bütün tillərin uzunluqları cəmini almış olaram. 4 vurulsun. Bu 3'ünün cəmi edir 15 plus 5 plus 60. Bu da bərabərdir. 4 vurulsun 80, 320. 9'da deyir, həcmi 1024 olan kuboiddən kub kəsib götürülmüşdür. Kuboidin uzunluğu və eni bərabər. Deməli, bunun oturacağı kvadratdakı eninlə uzunluğu bərabərdir. Hündürlüyü isə enindən 2 dəfə böyükdür. Bunda deməli, burada 2A-dır. Böyükdür. Kubun tili kuboidin eninə bərabər olarsa, eni A-dır. Deməli, kubun bütün tilləri A-dır. Kuboidin qalan hissəsinin həcmini tapın. Aha. Bunun həcmi V bərabərdir. A vuraq 2A. Yəni, eni vuraq uzunluğu vuraq hündürlüyü bərabərdir. Verib 1024'ə. Buradan 1, 2, 3 dənə A var. 2 vurulsun A üstü 3, yəni A'nın kubu bərabərdir 1024'ə. Hər tərəfi 2'yə böləndə A kubu eləyir 512. 512 də 8'in kubu olduğundan A üstü 3 bərabərdir. 8 üstü 3'ə buradan da A'nın 8 olduğunu tapırıq. Deməli, kubun bütün tilləri 8. 8, 8. Görək bu kubun həcmi nəyə bərabərdir? 8 vur 8 vuraq 8. Eləyir mi 512? Deməli, bundan 512'sini kəsib götürüb. Məndən bu yerdə qalanı soruşur. 1024 vermişdi həcmini. 1024'dən də çıxıram 512'sini. Elə cavab deyir 512. Yerdə qalan hissənin həcmi 512.
Baxaq 10-cu sualı. Kuboidin eni m dəfə, uzunluğu n dəfə və hündürlüyü k dəfə azalarsa uyğunluğunu müəyyən edin. Bizdən bütün variantlarda həcm soruşur. Həcm tutaq ki, verdi, tapmışam bir rəqəmdir. N-ni m dəfə azaltmaq ilə həmin həcmi m-ə böləcəm. Sonra təkrar n-ə böləcəm. Sonra da təkrar k-ya bölməliyəm. İndi birincidə görün bu m-n-k hasili neçə eləyir ki, mən bu ədədə bölürəm. 3 vur 4 vuraq 2. Eləyir 24. Yəni promo 24-də bölməliyəm. Belə başa düşün də. V bölək n vuraq n vuraq k. Sonra ikincisində 6 vuraq 2 vuraq 5. Bu eləyir 60. Üçüncüsündə 10 vuraq 5 vuraq 3. Bu da eləyir 150. Birinci 24 dəfə azalar uyğun gəlir. D variantı. İkincidə 60 dəfə azalar. B variantı. Üçüncüdə də 150 dəfə azalar. E variantı. C və D variantlarının izahlarından xəbərdar olmaq üçün kanalı izləməyi unutmayın.